yanma, göynəmə, ağızda acılıq, keçməyən köp şikayəti. Ay doktor, mənim ödüm yoxdur. Deyirəm ki, anam, öd kisəniz yoxdur, öd var, öd var. Kürəkdə olan ağrılar, xüsusən də sağ kürək sümüyünün altında olan ağrılar, döş qəfəsində olan ağrılar belə öd kisəsinin əlaməti ola bilər. Öd yumaq deyə bir şey yoxdur. Bu ödü kim yuyur? Hansı dünyada baş verir bu? Bu öd kisəsi çıxandan sonra bunlar daha da rahatlayırlar. Ay nə gözəl, neçə vaxt yeyən kimi ağrım oldu. Elə mən elə yeməliyəm. Bir də görürsən ki, aha, sarılıqla gəlib xəstə. Hətta yeməyin dalınca belə özümüz getmirik. Xəyla xanım, mənim ailəmdə də var. Hər gün paketlənmiş qidalar gəlir, fast foodlar gəlir. Kəndlərdə yaşayanda o qoyunu doğrayırdılar, kəsirdilər, bişirirdilər, yeyirdilər. Qab-qaşığı da gedib bulağın başında yuyurdular. Hərəkət var idi. Hər gün səhər ac qarnına şirin çay içilir. Evdə 2-3 dəfə həftədə pirajki bişir, xəngəl bişir, düşbərə bişir. Öd daşları sürətli çəki verənlərdə yarana bilir. Zaten öddə qatılıq varsa bu artıq gələcəyin daşıdır.